Məlumat üçün təşəkkür edirik. Nə təşəkkür edirəm. Doktor, biz sizə təşəkkür edirik ki, bizi məlumatlandırdınız. Yox, elinə. Yox, bir dəqiqə. Doktor, təşəkkür edirik bizləri məlumatlandırdığınız üçün. Mən sizə təşəkkür edirəm. Hər zaman sualları cavablandırmağa hazıram. Doktor, miqrin baş ağrısını necə ayırt etmək olar? Miqren baş ağrısı adətən başın bir yarısında pulsasiya edən, nəbz kimi döyünən, 4 saatdan 72 saata qədər davam edə bilən, fiziki aktivliklə artan, ürək bulanma, qusma, işığa və ya səsə qarşı həssaslıqla müşahidə olunan bir baş ağrısıdır. Kişilərdə miqrin xəstəliyi olur. Miqren adətən qadınlarda rast gəlinir. Amma bu o demək deyil ki, kişilərdə olmur. Olur. Ağrıkəsicilər baş ağrısını pisləşdirə bilər. Bəli, ağrıkəsicilərin tez-tez və həddindən artıq istifadəsi baş ağrısını pisləşdirə bilər və hətta yeni bir növ baş ağrısı həddindən artıq dərmanların istifadəsinə bağlı baş ağrısının yaranmasına gətirib çıxarar. Miqrenlə stres arasında əlaqə varmı? Bəli, stres miqreni tətikləyən faktorlardan ən çox rast gəlinənidir.